Bugün kiçik və orta biznes subyektləri və klubları ilə gibaro.com arasında çox səmərəli və faydalı bir görüş keçirilmişdir. Görüşdə 28 iyunda Beynəlxalq Əmlakçılar Forumu haqqında müzakirələr aparılmış, yeni əmlakçılar klubu və platformasının yaradılması istiqamətində danışıqlar aparılmışdır. 28 iyunda Azərbaycanda əmlakda risklər və perspektivlər adı altında bir forum təşkil edirik. Bu forumda Azərbaycanda əmlakçılıq sahəsinin korporativləşdirilməsi və əmlakçılıq sahəsində yeni metodların tətbiqi ilə bağlı gözəl təcrübələrin bölüşməsi üçün imkan yaratmağa çalışacağıq. Bildiyiniz kimi 28 iyun tarixində Kopska və Gibaro platforması, həmçinin 7-Eleven Events qrupu olaraq biz birlikdə əmlakda risklər və yeni imkanlar forumu keçirəcəyik və bu forumun Azərbaycan əmlak bazarında çox tezliklə yeniliklərə imza ata biləcəyik. Biz Türkiyənin ən prestijli şirkəti olan Altın Əmlak olaraq bugün Kopska, 7-Eleven və Gibaro ilə bərabər iyun ayının 28-də keçirəcəyimiz tədbirlə bağlı görüş elədik. Ümid edirik ki, bu tədbir əmlakçılar üçün imkanlar yaradacaq. Hər kəsi bu tədbirdə iştirak etməyə dəvət edirik.